Bakı Dövlət Universitetində Elmi Kitabxananın metodik fəaliyyəti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun AZKK illik hesabatına həsr olunmuş rəqəmsal əsrdə universitet kitabxanaları, beynəlxalq resurslar və repozitoriyalar mövzusunda seminar keçirilib. Duldan Pancomi TV-yə bildirilib ki, Respublika Ali Məktəb Kitabxanalarının Metodiki Mərkəzi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun AZKK rəhbəri olan BDU-nun Elmi Kitabxanası tərəfindən hər il mütəmadi keçirilən seminarda ölkənin bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaş iştirak edib. Seminarda çıxış edən BDU-nun elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov müasir dövrdə elm və təhsildə məlumat bazalarının önəmi, onlara əlçatanlığın təmin edilməsi və tədqiqat potensialının inkişafında repozitoriyaların rolunun vacibliyindən danışıb. BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmailova elektron resurslara əlçatanlıqda korporativ abunəlik, problemlər və həll yolları adlı məruzəsində korporativ abunəliyin əldə edilməsi yolları, üstünlükləri, üzvlük və ödəniş formaları, elektron resurslara korporativ abunəlik nümunələri haqqında söz açıb. BDU-nun korporativ abunəlik modeli ilə elektron resurslara əlçatanlıq fəaliyyəti təqdim olunub. Elmi Kitabxananın Metodiki İş və Əməkdaşlıq şöbəsinin müdiri, EFL-Net üzrə Milli Əlaqələndirici, EBSTO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusufova isə Beynəlxalq Elmi Platformalar və AZKK-in İnnovativ Xidmətləri adlı məruzə ilə çıxış edib. O, AZKK-in EFL-Net Beynəlxalq Kitabxana Konsorsiumu ilə əlaqələri, fəaliyyət proqramları və istiqamətləri, konsorsium üzvlərinə təqdim olunan xidmətlər, EBSCO, EBSCO EDS Electron Discovery Service,